Salam dostlar, kanalıma xoş gəlmisiniz. 2 gün əvvəl evə gələndə gördüm ki, cüzələrimdən, Brahma cüzələrimdən biri gördüyünüz bu cüzə. Ayaqları tutulub, yerimir. Bu birisi Brahmalarından eyni vaxtda çıxan Brahma cüzə idi. Bunlar bilirsiniz, insana tez örgəşən cüzələrdir. Digər toyuqlar kimi deyil. Həm də bir qədər də əcizdirlər, canları əcizdir, tez xəstələnirlər. Əsas problemləri qurd düşür mədələrinə, ayaqları tutulur, kırx xəstəliyinə düşürlər. Ağ ishal deyilən xəstəlik var, o xəstəliyə tez yoluxurlar. Bir sözlə saxlamaq çətindir də bu cüzələri. Mən də 2 gün əvvəl gəldim, gördüyünüz bu Brahma cüzəsi. Ayaqları tutulubdur. İndi göstərəcəm sizə də yaxından. Bunu Baytar aptekdən soruşdum. Baytar aptekdən. Dedi ki, qurd düşüb mədəsinə. O da ayaqlarına təsir edib, ayaqlarını tutub. Baxın, onun yeriməyinə fikir verin. Görürsünüz necə yeriyir. Bundan da daha pis idi vəziyyəti. Lap pis idi vəziyyəti. Heç yerimirdi, uzanılı qalırdı. Qanatlarını mən kəsmişəm, quyruğun qanatlarını, ayağındakı tükləri mən kəsmişəm. Uzanırdı, öz üstün batırırdı deyə, natəmizlik yaranırdı deyə onun qanatlarını kəsdim. Dediyim kimi heç yerimirdi. Baytar aptekdən qurd dərmanı alıb verdim. Haradasa 2 gündür ki verirəm qurd dərmanı. Yaxşı təsir edir. Bir balaca da olsa yerir. Düzdür, tam yeriyə bilmir. Pingvin kimi yerir. Fikir verin. Fikir verin necə yerir. Ancaq yenə də heç olmasa hərəkət edir, qidalanır. Birinci nə qidalanırdı, nə də ki yeriyə bilirdi. İndi yemək yeyir, hərəkət edir. Hələ qarğa da üstünə hücum eləyəndə tərpənib qaça bilir. Mən insanlara çox yaxındırlar deyə məni görəndə elə də qaçmır. Amma qarğa gəlsə, əməlli başlı qaçır, hərəkət edir. 2 gün arda qurd dərmanı vermək lazımdır. Elə qurd xəstəlik tutanda da, ayaqları tutulanda da. Daha arada 3-4 gün verəndən sonra, ara buraxandan sonra yenidən qurd dərmanı vermək olar. Cüzələr üçün qurd dərmanının parasını vermək kifayət edir. Ancaq toyuqlar üçün diri şəkildə vermək daha məsləhətdir. Belə xəstəliklər qaçılmazdır, xəstəliklər daimi olur. Xəstəliklər daimi olur, ona görə də gərək toyuq cüzəvizə yaxşı qulluq eləyəsiniz. Qıraqdan gələn heyvanları, qıraqdan gələn quşları, əsaslı göyərçinlər, qarğalar, bunlara imkan vermək olmaz ki, toyuqlarla çox yaxın təmas yaransın. Xəstəliklərin əsas əksəriyyətində elə quşlar gətirir. Hələ ki müalicə edirəm, inşallah ki düzələr. Belə, nəsə maraqlı olsa, nəsə suallarınız olsa yazın, yorumlarda. Çalışacağım ki, cavablayım. Kanal təzədir, dəstək olun, abunə olun ki, irəliləyək. Bu kanalda yeniliklər, əsas da toyuq cüzələr haqqında məlumatlar olacaq.